Sənin ağzının içindən gələn qoxudan xəbərin var. Yəni xəbərin olsa, inan ağzını açıb danışmarsan. Sən danışanda adam istəyir üzün çevirib çıxıb gedə. Qardaş, nəfəsindən pis qoxu gəlirsə, boğazında faringitin, ağız içində stomatin, ağız içi yaraların varsa, mənə diqqətlə qulaq as. Bunlar nə boyda problem olub ki, sən bunlara bir çarə tapa bilmirsən. Diş əti oradan qanayır, diş oradan çürüyür. Ekrandakı Ürəqzat sənə lazım olan məhsulu mən göstərəcəm. Yaxınlaş aptekə Dentasev qarqara al. Deməli, bu qarqara ilə gündə 2 dəfə ağız boşluğun, boğazı qarqara eləməyin kifayətdir ki, bu ağız içi yaralardır, faringitdir, nəfəsdən gələn pis qoxudur, stomatitdir, diş əti qanamasıdır, diş çürüməsidir, diş ağrılarıdır, diş damaqların geriyə çəkilməsidir, vaspileniyadır. Bunların hamısını götürür. Qoxu da çiçək kimi. Ürəyin hara istəyir, get, rahat. Ölkənin bütün apteklərində də var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videolar üçün məni mütləq takip edin. Çünki sağlamlığınızın keşiyində qalan əczaçınız baloğlanla sağlam olmaq bu qədər asandır. Bu videonda sən bilsən kimə tağ eləmək lazımdır, kimə göndərmək lazımdır da canımız qutarsın bu qrup insanlar.